Görək vəziyyət necədir. Yorulmayasınız. Sağ olun, xoş gəldiniz. Hələ də qalıb köhnə kişilər, beləncik ot biçirlər, düzdür? Oraqla. Var. Bunun adına sizdə nə deyirlər? Kərənti. Dəryaz, kərənti. Dəryaz Kərənti. elmi dildi bəlkə də, bizdə kərənti deyilir. Hələ birinci çalımdır. Burada cəmsi bir dəfə. Bir dəfə olur, ikinci olur. Ona Bəli. görə. Bu çətin deyil sizə. Yəni öyrənmişik biz uşaqlıqdan, gənclikdə. Bəli. İldə indi baxır vəziyyətə. Olur ki, bir 200 pres, 300 pres belə malımızın qışı üçün tədarük edə bilirik. Satışmanını da pulla alırıq, satanı. Bunun bir növ xeyri var da beləncik. İdmandır bənə, bütün əzəllərin hər yeri, oynaqlar hamısı hərəkətə gəlir. Və indi adətən motorla biçirlər. Onu mən istədim alam, deyim, bizdən istifadə edə bilmərəm ona görə. Amma bu yaxşı deyilsə. Bu, belə demə. Ta qədimdən sizə dəryazla biçilirdi ot sahələr, düzdür? İndiki o cavanlar bundan istifadə edir, yoxsa ancaq yaşlı nəsillər? İstifadə cavanlar heç mal saxlamaq istəyirmi ki, yəni hələ bir ot da çalar. Yox, çoxları yox. Əvvəlki kimi yox da. Kənddə cavan da əyləşmir, gənc də yoxdur. Adətən ucqar kənddə boşalır da, düzdür? Cavanlar köçüb gedir böyük şəhərlər. Sizin kənddə necədir? Burada da var, bu Saratovka kəndində biraz kənar kəndlərdən də bura çox gəlir, mərkəzidir. Ona görə burada elə hiss olunmur. Adam çoxdur, amma sıxılır. kənar kəndlər, Ucqar kəndlərdə var. kəndlərdə elə ev, kənd var ki, 80 evdən 30-unda yaşayır, böyle qarı qoca belə.